xoşbəxtlik. Biz heç vaxt bir-birimizlə xoşbəxt ola bilmərik. Çünki başqa-başqa adamlarıq. Mən heç vaxt unutmayacağım səni. Xatırlayacağım həmişə. Gülnar, isterdim ki bu hayat yolunda birlikte addımlayaq. Elmi axtarışlarımı davam ettireceğim. Doktor da olacağım, profesör da. Ama təəssüf ki bütün bunlar sensiz olacak. Sensiz olacak. Bir öten sevgini unutabilsem, gönlümü sevgineler unutabilsem, bir akşam yanına kayıdabilsem, bağışla, bağışla, beni bağışla. Bağışla kapını, döyebilirim. Bağışla sevirem, diyebilirim. Özümde bilmirem, niye bilmirem. Bağışla, bağışla, beni bağışla. Özümde bilmirem, ah niye bilmirem. Bağışla, bağışla, beni bağışla. Bir sönen ocağın külüne yanma, ömrümün ayına yüreğine yanma. Desem ki sevirem, gelmene inanma. Bağışla, bağışla, beni bağışla. Desem ki sevirem, gelmene inanma. Bağışla, bağışla, beni bağışla. Bağışla beni. Desem ki sevirem, gelmene inanma. Bağışla, bağışla, beni bağışla. Beni bağışla. Keş. Ay seni beni değme düşer bilmezdim. Defelerle zengelemişim. Sipariş göndermişim. Ama hem işe bir bahane tapıp kaçmışım benden.
Mən heç balam. Mən heç. Bu institut səni ərsiyə çatdırıb. Elmlər namizədə adını burada almısan. Doktorluq işimi burada tamamlamısan. Belə olmaz axı. Mən elə bilirdim gedib hər şeyi köhnə qaydada görəcəyim. Sən demə qapısı da dəyişib buranın. Tək qapıları yox, adamları da. Salam. Vasim mənim yerindədir. Xeyr, universitetə gedib. Gec gələr. Bilmirəm. Geç geç. Ha, geç görüm. Bu qız təzə deyəsən, tanımıram. Keçmiş katibə 3 ildir ki kiçik elmi işçidir. Ha? Yoxsa yenə elmi iş yazırsan. Üzülmez adamsın. Gel görüm, gel. Geç. Eyleş. Gör neçe ildi görüşmürük ha? Otur. Sen incime Elçin. Dost arasında söz söhbət de olur, narazılıq da. Ama gereği bağışlamağı bacarak. Hı? He? Belki adama çay içi ya. Ya. Çoktandır seninle görüşmek istedim. Hele böyle dertleşme için. Yüz yüze, göz göze. Nece diyorlar? Tet a tet. Günlerden doğu balam. Buradan gideni şirinleşmişem axı deyəsən. Atalar yaxşı deyib. Sağlığında kör fatma, öləndə badam göz. Allah eləməsin. Biz hələ əl-ələ verib işləyəcəyik. Bəzilərinin acığına yazıb yaradacağıq. Götür görüm. Götür. Sağ ol. He. Sen Moskva'da doktorluk disertasiyasını müdafiə edəndə sənə bir telegram vurdum. Aldın ya yok. Hə. Gecə saat 3'də. Yaxşı, niye görürsən? Heç yadıma bir əhvalat düşdü. Günlərin bir günü gecədən xeyli keçmiş yazıcı Bernard Shaw'ya bir telegram gəlir. Yazıcı nəsə bir həyəcanlı xəbər olduğunu zənn edir. Telegramı açır, görür bir tanışı yazıb ki, məndən nigaran qalma, kefim yaxşıdır. Yazıcı bundan əsəbləşir, həmin tanışına bir daş göndərir. Məktubda yazır ki, səndən nigaran qaldığım üçün ürəyimdən iri bir daş asılmışdı. İndi həmin daş düşdü, göndərirəm sənə. Kirpi kimi tikanlısan. Yaşlandıkça daha da üzülmez olursan. İncimə soruşdum, mən durdum. Eşidirəm. Elçi, yatakhanadaki 47 nömrəli otaq yadındadır. Yadımdadır. Tələbəli illəri ömrün en güzel çağları. Bu vazife iş güç adamın başına o kadar katır ki hiç o günleri hatırlamaya böyle vakti olmuş. Seni görende bilirsen ne yadıma düştü? Ne? Köyneyi almağım. Yadındadır. Biraz pul yığmışdın ki özüme palto alasın. Aktardın, gezdin, neyse hoşuma gelen olmadı. Dedim fikrimi değiştim. Kostüm alacağım. 5-10 günde geçti. Pul yavaş yavaş xərcləndi. Bir gün soruştuk, balam ne oldu bu kostüm? Dedin yine fikrimi değişmişim. Şalvar alacağım. 5-6 günde geçti. Bir gün ucuz bir köynək al geldi. Yəqin 5 günde geçseydi özüme cib dəsmal alacaktın ha? Ay sen. Ama xeyli giyindir o köynəyi. Necə olsa palto qiymətinə başa gəlmişdi. Belədir.
O illəri mən də tez-tez xatırlayıram. Amma güman edirəm ki, sən məni o illəri xatırlamaq üçün çağırmamısan. Kabulsun Elçin. Kabul. Elimde seni rendeleyebilmedi. Yüreğimi möhkem tut. Özün bilirsən ki, ürəyim möhkəmdir, sözümü de. Hayır haber verme istiyorum sana. Eşidirəm. Bilirsen ki benim elmi işler üzere mavinim üniversitede müəllim gitti. Bilirəm. Akademiya onun yerine senin namizədliyi ileri sürüp. Onu da bilirəm. Ben razılaşmışım. Amma mən hələ fikirləşirəm. Tanrıva tepi atma. Böyle fürsət hele düşmez. Bilirsən Vasif, hər dəfə iş yerini dəyişmək mənim üçün çətindir. Düzdür, konstruktor bürosunda nəzəri məsələlərlə məşğul olmağa vaxt qalmır, imkan olmur. Amma hər halda öyrənmişəm, isinişmişəm oradan. Səhv eləyirsən. Senin yerin hele burada. Biz birbirimizi tamamlayırıq. Birimiz əyəndə, birimiz düzəldərik. Vasif, sən hər şeyi ölçüb biçən adamsan. Düzünü de. Məqsədin nədir? Məqsədim? Yaxşı, deyərəm. Tanımadığım birisini gönderecekler. Bilmeyeceğim ne yuvanın kuşudur. Belki demagog oldu. Ayağımın altına eşmeye başladı. Ha? Ama sen inatçar olsan da, könte olsan da, cikine de vereden bikine de. Prinsipiyalsan, felsefe erisi değilsen. Elimde de ki şükür Allah, kim istesen otur dersen yerinde. Maşallah. Prinsipiyallıqdan dem vurursan. Aferin. Elçin, həmişə birisini qınamaqdan əvvəl özünü onun yerində təsəvvür elə. Yaxın bir qohumun səndən kömək umsa, eləməzsən. Eləyərəm. Eləyərəm. Amma baxır vəziyyətə, şəraitə. Sənin elədiyin köməyə isə kömək yox. Qohumbazlıq deyərlər. Neyse. Gel bir şeyleri yada salmayak. Sende de günah olub, məndə de. O kız da ki... Bilmirəm, xəbərim var ya, yox. O kız olub Allah'ın belası. Təzə iş yazdı, müdafiə elədi. Ha, elə burada işləyir, Şakirin şöbəsində. Bilirəm. Son vaxtlar müştərək məqalələriniz çap olunur. Pis deyil. Xəsis olma, yaxşını tərifləmək lazımdır. Lazım olsa təriflərik. Elçin, gel el ele verip işleyek. Dünyanın ahırı değil ki. Çin kudret basmasın seni. Ne deyirəm? Mən razı. Bak, buna diyərəm kişi söhbəti. Deməli razılaşdıq. Razılaşdıq. Onda səhər görüşürük. Akademiyada, parkomun yanında. Oldu? Oldu. Deyiblər. Yox. Mütləq xəbər verərlər. Yaxşı. Ha? Ulan hiç soruşmadın. Konstruktör bürosunda da var ne yok. Sağlıq salamatdır. Eğer başka sözün yoksa ben gedim. Heh. Neyse yanımdaydı soruşacaktım senden. Ha? Hiç bizi toyuma da çağırmadın. Hı? Ne olar, ne olar, incimirəm. Dost arasında olan şeydi. Yaxşı, uşaqdan zaten neyim var? Bugün sabah oğlumun toy olacak. Sen toydan dem vurursun. Ay bala, bu vaxt keçmir.
bizi de kanadına alıp uçur. Bilmiyorum bunun ahırı ne olacak. Bir de başla. Bəli. Şakir müəllim. Buyurun. Bəli. Gelin. Gelin buradayım, gözlüyorum. Gelin. Heh. Razılaştık. Razılaştık. Onda səhər görüşürük. Görüşerik. Oldu. Görüşürüz aşağıda. Sağ ol. Sağ ol. Sağ ol. İlçin müəllim. Hoş gördük. Hoş görmüşük. Ne acaba sizden? Hayır olun. Hayırdır? İstirsiniz gidin bir de bu yanlara gelmeyeyim ha. Ne danışırsınız? O gün Elmi Şura'da çıkışınız çok hoşuma geldi. Ahırda hiç necə getdiniz xəbərim olmadı. Sizinle bir problem barədə məsləhətləşəcəkdim. O sonuncu məqalənizi deyirəm. Ne vaxt görüşə bilərik? Sizin işlerinizle son işleriniz beni çok maraqlandırır. Yani ben de sizinle görüşmek istedim. İndi imkan yoktu. Bəlkə bu yazıları verim direktora qalxaq bizim otağa. Yok, indi tələsirəm. Sonra zəngləşib görüşərik. Yaxşı. Sağ olun. Sağ ol. Sağ olun. Sağ olun. Buyurun. Günler, zəhmət olmasa bu məqaləni. Ne olub size? Hiçbir şey. Eğer imkan varsa icazı verin ben gelin. Buyurun, girin. Sağ ol. Sağ ol.
Olar. Buyurun. İlçin müəllim, çay istəmirsiniz? Xeyr. Bu ne qovul oldu belə? Vasif müəllim verdi. Dedi ki, baxın öz fikrinizi bildirin. Yaxşı. Özü baxı. Bilmirəm. Yaxşı. Böyle. Güzel. Esselamun aleyküm. Salam. Eşidirəm. Yeni de resmilik. Nektardık da köyün aksalları. Biz elbir olmalıyız. Qabağımızdan dillenenin ağzından vurmalıyız. Bu ağız düz dese onda necə? Düz söz demeyin de tehri var. Neyse. Keçmiş muavinimle hemşe telefonla danışırdım. Resme sertti vardı aramızda. Ama seninle istəyirəm üz-üzə, göz-gözə. Necə deyərlər? Tet a tet danışın. Değme düşerse ne biraz inciye bilersen. Yox. Elə şeydən ötürü incimərəm. Bunu mənə niyə göndərmisən? Bağışla, səhv eləmişim. Gerek özüm getireydim. Yox. Gətirdin ya gətirmədin mənə heç fərqi yox. Deyirəm yəni niyə göndərmisən? Bak, sonra danışarıq. Ne üçün sonra? Yaxşı. Deyərəm. Elçin, Bəli. istəyirəm bırak bu Şakir müəllimi. Hı? Necə bilirsən? Başa düşmürəm. Necə yəni? Məqalənin biri Şakir'indi, o biri aspirantının. Məqalənin biri Şakir'indi, o biri aspirantının. Özün baxmısan ha? Baxmışam. Elə sən deyən fundamental iş deyil. Məqalədir də. Yaxşı, indi biz nə eləməliyik bunu? Sən, xoşum gəldi, vurmalıyıq. Məqaləsini alt üst eləməliyik. Elə bu günlərdə seminarda müzakirə vaxtı. Ne üçün? Yaxşı gəlirdin, körladın. Adi, elementar bir şeyleri sana başa salmak için gerek deriden çıkan. Mənim doktorluq işimin seminardakı müzakirəsi yadıma düşdü. Kurtardık da. Kurtardık köyün aksabları. Tenkit ele senin özüve de hayırlıydı. Bəs sənə heç tənqid eləmirlər. Yok niye? Eləyirlər. Göreceksen. Zamanı değişir bala. Biri ele bu Şakir. Mən bilən sakit adamdır bu Şakir müəllim. Görüm onu sakit ilan vursun. Deməli, hayır çıxırsan. Ya başa düşmürsen, ya da başa düşmek istemirsen. Şakir kimdi? Ha? Sual vereyim sana. Kimdi bu Şakir müəllim? İnstitumuzda şöbə bilir, necə bil? Yok. İstedadlı alimdir. Görüm onun istedadı başına değsin. Yok. Cavandır, doktordur, bu gün sabah profesör olacaq. 3-cü mikrorayonda evləri var. Oo. Sonra Görürəm biyografiyasını əla bilirsən. yaşında bəs mən nəyi bilmirəm və yaxud bilməliyəm. Qulaq as. Şakir kimdi?
Namizəd. Sənin və mənim yerimə bir nömrəli namizəd. Üstəlik, irəli çəkmək istəyəndə baxıb görəcəklər kim daha perspektivli və irəlidədir, hə? Əlbəttə ki, Vasif, Elçin, Şakir. Bəlkə də Şakir bizdən irəlidədir, nəinki geridə. Düzdür? Düzdür, Şakir istedadlı, alimdir. Elə ona görə də sıxmaq lazımdır. Suyu çıxana qədər. Vasif Elçin deyəndə Şakir heç yada düşməsin. Özüm vur. Məndən sənə köməkçi olmaz. Tək əldən səs çıxmaz. Təəccüb edirəm sənə, Vasif. Bu cür işlərlə məşğul olmağa nə vaxt imkan tapırsan? Universallıq lazımdır bala. Universallıq. Zəhmətini, vaxtını yaxşı işlərə sərf elə. Yaxşı, yaxşı. Təhlilə keçmə. Səninlə açıq danışdım. Eğer razı değilsənsə, yazıları da götürün. Söhbət də qalsın aramızda. Yadıma bir şey düşür. Mən doktorluq müdafiə eləyəndə mehmanxanaya təbrik teleqramları gəlirdi. Elmi şuraya isə imzasız məktublar. Ne yazmışlar? Çox şey. Çox şey. Hətta o Yaxşı. Bunları mənə yedirsən. qıza da böhtan at. Heç. Yadıma düşdü dedim. Elə o da Şakir kimlərin işidir. Saman altından su yeridəndir bu Şakir. Mənim nəyim var, hamısı dilimdədir. Bilmirəm. Elə adamlar var ki, fikirlərini çatdırmaq üçün yox, gizlətmək üçün danışırlar. Söz yığınında bastırırlar öz fikirlərini. Amma gərək rengin gözlü olasan ki, o daşqalağın altındakiləri oxuya biləsən, duya biləsən. Oo. Filosof olmusan bala. Filosof olmusan öz aramızda. Deyəsən səni bura gətirməkdə səhv eləmişəm. Nə olar? Buna da dözərik. Əgər bilsəydim ki, məni sən gətirmişsən, gəlməzdim. Hər halda mənim də razılığım olub. Bunun məsələyə dəxli yoxdur. Neyse. Görək elmi şurada cemaat nə deyir? Nə deyəcəklər? Kuzu kimi durub baxacaqlar ağzımıza. İşçiləriniz haqqında çox pis fikirdəsiz. Vasif müəllim. Hər halda mən deyən olmalıdır. Elçin müəllim. Şakir'i tez yanıma çağırın. Baş üstə. Alo, Şakir müəllim. Vasif müəllim sizi təcili yanına çağırır. Bəli.
Salam. Katibə dedi ki, məni axtarırsınız. Balam, gərək elə mən çağır, ha? Siz mənə məqalə vermisiniz, monografiya vermisiniz. Nəticəsini öyrənməlisiniz ya yox? Məqalələri sabah seminarda müzakirə edəcəyik. Elçi müəllim zəng eləmişdi. Müzakirə başqa, rəhbərliyin fikrini öyrənmək başqa. Rəhbərlik ilə də ki, hesablaşmaq istəmirsiniz. Əyləşin. Niyə istəmirik? Məndən soruşursunuz? O gün seminarda ağzınızdan ot tökülürdü. Aspirantlara verdiğim mövzuları bəyənmirdiniz. Vasif müəllim, o mövzular aktuallığını itirib. Bunu mən hər yerdə deyə bilərəm. Görürsünüz? Bilirsiniz bu nədir? Saymazlıq. Eğer siz gelip fikrinizi mənə üz-üzə, göz-gözə, necə deyərlər, tet-a-tet desəydiniz razılaşardım. Ama indi haqlı olduğumu sübuta yetirmeye çalışacağım. Çünkü rehberin avtoritetini aşağı salmak yaramaz. Bu ümumi işimize ziyan getirer. Anarxiya yaradar. Belki səhv deyirəm. Məncə adam öz fikrini gizlətməsə yaxşıdır. Her şeyden evvel xeyirxah olmaq lazımdır. Əlbəttə ki, dosta qarşı. Bunun için dostu düşməni seçmeyi bacarmalısınız. Mənim bu institutda düşmənim yoxdur. Elçini çoktan tanırsınız. Əlbəttə. Neçə illərdir onun elm işləri ilə maraqlanıram. Amma şəxsən 2-3 il tanışırım. Bilirsiniz ki, o burada işləyirdi. Siz işleyen şöbede. Bilirəm. Mən onun yerinə gəlmişəm. Siz buna açıq ürəklə deyirsiniz. Elə bilirsiniz burada heç nə yoxdur. Oysa... Axı siz onun yerine gelmişsiniz. İnanmarım. Özünüz bilin balam. Məndən demək. 5 yıl bundan qabaq mənimlə də yola getmədi. Axırda qaçmağa məcbur oldu. Bütün kollektiv qalxmışdı əleyhinə. Çox güman ki, intiqam almaq üçün indi gəlib. Yəqin yuxarılarda adamı var. Güclə mavin göndərdilər. Mane ola bilmədi. İş güc də bacaran deyil. Elə-belə demagogluğa gəlib. Vasif müəllim, axı o heç pis adama oxşamır. Hər halda yaxşı tanıyıram onu. 5 yıl bir qrupda oxumuşuq. Necə deyərlər, qazan dedi, dibim qızıldı, çömçə dedi, gəzib gəlmişəm. Nə deyim vallahi? Neyse. Neyse. Düzünü deyim ki, məqaləniz xoşuma gəldi. Yaxşı yazmışsınız. Çox sağ ol. Aferin, məhsuldar işləyirsiniz. Seminarda görək nə deyəcəklər. Ne diyecekler? O işin formal cəhətidir. Elçin çox təkid elədi, razılaşdı. Yoxsa hər məqaləni müzakirəyə çıxartmağa nə ehtiyac? Açığın deyim ki, hər axşam monografiyanızın əl yazmasına baxıram. Son ballı əsərdir. Bu barədə mütləq seminarda danışmaq lazımdır. Amma çiğ yerlər də var. Məncə giriş hissəsi yazmağa ehtiyac duyulur. Qeydlərinizi deyərsiniz Vasif müəllim. Nəzərə alarıq. Elə bir ciddi qeydim yoxdur. Yaxşı olardı ki, onu ikimiz yazardıq. Yaxşı olardı. Necə olsa mənim bu işdə səriştəm var.
Yoksa o kız... Adı ne oldu onun? He, Gülnar'dı diyesen ha? Yoksa o kız teze ne diyebilecek? Tecrübesi az, biliği ondan da az. Yox, Vasif müəllim. Mən razı deyiləm. Məncə o çox çalışqan, savadlı qızdır. Əgər o olmasaydı, mən bu tezliklə yazıb çatdıra bilməzdim. İşin əsas hissəsini elə o görür. Həm də sizin yetirmənizdir. Ne diyorum balam, vallahi nesin? Adam her şeyi açıp danışabilir. Bir vakit Elçin'i yoldan çıkartmıştı. Aspirant olanda. Elçin gidenden sonra arada sakitleşti. Ha? Eşitmişim romanı tezeliyibler ha? Aileli adam için biabırçılıdır bana. İnanmıram. İnanmıram ki bu hengameden sonra onu vəzifədə saxlayarlar. İnanmıram. İnanmaq olmur, Vasif müəllim. Fil qulağında yatmışsınız. Fil qulağında. Öz halıma acıyıram. Nedense getirmir benim ki bu mavin meselesinde. Getirmir. Neyse. Monografiyanıza müqəddimə yazmışam. Axırına bir paragraf əlavə eləmişəm. Buyurun baxın. Adımı heç bir yerdə yazmağa ehtiyac yoxdur. Mənim ki odur balam, kitab yaxşı olsun. Necə olsa institutumuzun adınadır, hə? Elə deməyin, Vasif müəllim. Sizin də adınızı yazarıq. Madam zəhmət çəkmisiniz. Vallahi sizin üçün deyirəm. O gün əlimə bir kitab düşmüşdü. İki müəllifi vardı. Adlarını demeyeceğim. Riyaziyyatçı değiller ama siz yaxşı tanıyırsınız. Biri akademikti, o biri küçük elmi işçi. Xulasada yazılıb ki, girişi akademik filan kəs, birinci, ikinci, üçüncü fəsilləri küçük elmi işçi filan kəs yazıblar. Kitap cəmisi 3 fəsildən ibarətdir. Görürsünüz? 2 səhifəli giriş, akademik kitap müəllif edib. Məlumdur ne için? Fikirləşirəm ki, siz işinizi aparıb verdiniz nəşriyyata. Baxacaqlar ki, müəllifləri kimdir? Falan institutun işçiləri. İldən ilə plandan plana salacaqlar. Amma mənim adım orada olsa, 5'i qorxmasa da 5'i çəkinəcək. Kitab da vaxtında çıxacaq. Vallahi sizin üçün deyirəm. Razısınızsa? Yaxşı. Buyurun. Ancaq bir xahişim var. Buyurun. Elə eləyək ki, kim hansı hissəni yazıb məlum olmasın. Beraber işlemişik. Sizin için deyirəm. Yox, razı deyilsizsə, yazdığımı da götürün, verək müzakirəyə. Lap bir rəy də məndə. Yaxşı, Vasif müəllim. Mən Gülnarla da məsləhətləşim, sonra sizə deyərəm. Onsuz da mən o qızla danışmalıyam. Elçin müəllim barədə. Hər halda şöbənin işçisidir. Maraqlanın gəlir. Əlbəttə, maraqlan. Mütləq maraqlan. Amma bir balaca ehtiyat. Necə olsa arada məhəbbət var axı. Biabır olmasın. Heç kəs bilməsin. Üz üzə, göz gözə. Necə deyərlər? Tet at tet. Yaxşı. Xudafiz. Buyurun. Nəğmə dolu bir dünyama göz açmışdı o gözlər. Bir ömürlük məhəbbətdən söz açmışdı o gözlər. Niyə birdən yoxa çıxdı o bəhtəvər gülüşlər? Niyə məni belə yıxdı? Niyə məni belə yıxdı? O bəhtəvər gülüşlər. Gəl
gülüm gel görüşelim. Hicranına düzmez ürek. Hasret mene bir dağ olar, bir dağ olar. Gel gülüm gel görüşelim. Ağlamasın salkım süt, ağlamasın salkım süt. Gözyaşları bulaq olar, gözyaşları. Kövrek göçek arzularla gel ömrüme günüme. Sensiz ürək haray çəkir, yet səsimə, önümə. Bu eşq məni öldürsə də, yalvarmağa üzüm yox. İnsafsızlıq yetər gülüm, insafsızlıq yetər gülüm. Daha məndə dözüm yox. Gel gülüm gel görüşelim. Hicranına düzmez ürek. Hasret mənə bir dağ olar, bir dağ olar. Gel gülüm gel görüşelim. Ağlamasın salkım süt, ağlamasın salkım süt. Gözyaşları bular, gözyaşları. Gel gülüm gel görüşelim. Hicranına düzmez ürek. Hasret mənə bir dağ olar, bir dağ olar. Gel gülüm gel görüşelim. Ağlamasın salkım süt, ağlamasın salkım süt. Gözyaşları bulaq olar, gözyaşları. Ağlamasın salkım süt. Elçi? Bağışla, narahat eləyirəm. Ne oldu? Bizim monografiya baktı. Bakmışım. Çok güzel. Yaxşı. Ne vaxt müzakirə edə bilərik? Gələn həftəyə planlaşdırmışam. Laf yaxşı. Elə yeri gəlmişsən, səndən soruşacaktım. O kitabın hansı fəsillərini sən yazmışsan? Bu ne söz Elçi? Ola? Her şeye şüpheyle yanaşırsa. Adam seninle danışanda özü özünden xoflanır. Yok, fikrimden ayrı şey gelmesin. Əlifba sırasıyla familiyalar yazılsa, əvvəlcə Gülnar yazılmalıdır, sonra Şakir mənim, sonra da sən. Ama burada tersine olub, əvvəl sənin adın yazılıb, sonra Şakir'in, sonra da Gülnar'ın. Belə çıxır ki, əsas işi sən görmüsən. Ne olar belə çıxanda? Bəyəm əsas işi görməyə bizim qabiliyyətimiz çatmaz?
Çatar niye çatmır? Ama ben sualıma cevap almadım. Niye göre müellifler elifba sırasıyla yazılmıyor? Bəs vəzifə? Açsan, Onun əhəmiyyəti yoxdur. görürəm. Köhnə məhəbbət yaddan çıxmayıb. Çox axmaq söhbət edirsən. Elçin müəllim, deyəsən axı kiminlə danışdığınızı yaddan çıxardırsınız. Görünür mənim mülayim rəftarıma görə həddinizi aşırsınız. Yox, axı nətər olmasa burada sənin qardaşın... Qardaşımın məsələyə dəxli yoxdur. Söhbət mənim rəhbərliyim və iştirakımla yazılmış monoqrafiyadan gedir. Yaxşı, bəs onda müəllif kimdir, ey rəhbər və iştirakçı? Yoxsul, savadsız və ərkön qız yazıb bu monoqrafiyanı. O savadsız değildi. O savadsız değildi. Sen onun işlerine bak. Hatta bəzilərinə şərik də çıxırsan. Sən bax. Mən ona yol göstərmişəm. Elmin çətin və dolaşıq yollarında bələdçi olmuşam ona. Sən ona əyri yol göstərmişsən, əyri. Ağıl öyrətmə. Elçin. Gəl səni institutların birinə kafedra müdürü düzəldim. Get. Mane olma mənə. Əvvəla sən kimsən ki, mənə iş təklif edirsən? İkincisi, lazımdırsa özün get. Bircə onu görməyəcəksən. 6 ildir bu instituta direktoram. İşlərim də qaydasınca gedir. Bir nəfər mənə gözün üstə qaşım var deyə bilməz. Acıyıram halına. Elçin, bəlkə səni yazaq müəlliflər siyahısına, hə? Ne olur? Qonşuda pişər, bizə də düşər. Ama onda gerek birinci mənim adımı yazasınız. Yox. Niyə ki? Səni öz can ciyərinlə qoşa yazarıq. Mən beş il bundan qabaq əsəbləşməməyə söz vermişəm və sözümün üstündə dururam. İndi isə sizdən xahiş edirəm. Çıxın kabinetdən. Necə? Çıxın, çıxın. Alo, Şakir benim, zahmet olmasa yanıma gel.
Salam Elçin müəllim. Salam. Nə olub sizə? Xəstələnməmisiniz? Yox, əyləşin. Mən sizin monoqrafiyanı diqqətlə oxudum. Çox yaxşıdır. Çox sağ olun. Görək çap etdirə biləcəyim. Çox yaxşı işləmişsiniz, yazmışsınız. Hətta son işlərə qədər əhatə eləmişsiniz. Düzdür, mən özüm girişmək istirdim bu məsələyə. Amma siz məni qabaqladınız. Amma bir şey var ki, mənə elə gəlir monoqrafiyanın axırıncı paragrafı nəsə yamaq kimi görünür. Biz də başa düşün, Elçin müəllim. Direktorumuz yazıb o paragrafı. Bilirəm. Bir də giriş hissəsini. Hardan bilirsiniz? Mən monoqrafiyanı diqqətlə oxumuşam. Yəqin Gülnar deyib sizə. Vasif müəllim deməz. Başqa heç kəs bilmir. Yaxşı, bəs yazı üslubu, ümumi ruh. Düzü heç bu barədə fikirləşməmişim. Axı siz nəyə görə güman edirsiniz ki, bunu məhz mənə Gülnar deyib? Nə bilim. Bəlkə ona görə ki, o sizi sevir. Direktor mənə dedi ki, sizin maceranız olub. İndi də davam edir. Ben kızın özünden soruştum. Bax siz nə cəsarət. Üzr istəyirəm. Elçin müəllim. Ben onu kiçik bacım hesap edirəm. İstədim öyrənim. Bəlkə Qəribə adamlar var bunun üstündə. Fırıldaqçının biri şöhrət əsiri olan bir adam. Onları barmaqlarına dolayır. Ama onlar sulla danışmır. Bakmırlar ki etraflarımda neler olur, neler baş verir. Dehşet, dehşet. Elçin müəllim, çay içmirsiniz? Sizin de derdiniz, azarınız elə çay olsun. Hiç çay içmirsiniz. Doğru. Hanım kız, Adım Gülnar'dı. Gülnar hanım, Bəli. Şakir müəllimin
şöbəsində işləyən Gülnarı xahiş edirəm mənim yanıma çağırasınız. Baş üstə. Alo, Gülnar xanım, sizi Elçin müəllim yanına çağırır. Məni çağırmısınız. Çağırmışam. Eğer sizin için əziyyətdirsə, Eşidirəm sizi. əyləşin. Teşekkür ederim. Sizin müdafiənizdə iştirak eləməsəm də, işlərinizə bələdəm. Məqalələrinizi oxumuşam. Siz artıq bir alim kimi yetişmişsiniz. Mən akademiyanın rəhbərliyi qarşısında belə bir məsələ qoyacağım ki, sizə kiçik bir qrup versinlər. Halbuki siz indidən şöbə müdürü olmağa layiqsiniz. Üzr istəyirəm. Mən hələ bacarmaram. Niye bacarmırsınız? Bəs nə vaxt bacaracaqsınız? Nə vaxta qədər dözəcəksiniz belə təhqirlərə? Siz elə Şakir mənimdir belə. Sizin kimlər çoxdur bu institutda? 5 işləyir, 15-i ona şərik çıxır. Bilmirəm, hardan qopub qanınıza bu ölüvaylıq? Nə vaxta qədər davam edəcək bu bilmirəm. Siz hirslənməyin. Mən istəmirəm, mən ürəyimdə olan sözləri deyirəm, bəssalam. Elçin müəllim. Mən
Elçin müəllim deyiləm. Sadəcə olaraq Elçinəm. Elçinəm və salam. Bütün Mesut bilir bizim geçmişimizi. İndimizi de direktörümüz özünden uydurur. Sana da böhtan atır, mənə də. Hətta o endorfin qardaşını da biabır edir. Yaraşmaz bizim hakkımızda böyle söhbətlər. Axı biz ikimiz de evliyik. Evliyik. Axı biz Sen yaxşı qızsan Gülnar. ikimiz de evliyik. Ama nedense Vasif'in çaldığıyla oynayırsan. İkimiz de evliyik. Bilmirəm bu qohumbazlıqdan Axı biz ikimiz de evliyik. Axı biz ikimiz de evliyik. Ama nifret edirəm sizin liberallığınıza. Axı biz Sadəlövlüyünüzə nifret edirəm. ikimiz de evliyik. Artık saçlarına den düşüp Gülnar. Bak ne tez gelip geçir. Adam az kalır. Adam az kalır. Deli olsun, deli, deli.
Salam. Elçin. Hardan tapdın mənim bu xəlvət mənzilimi? Şakir müəllimdən soruşdum. O da dedi. Yaxşı adamdır Şakir müəllim. Elə hey səni tərifləyir. Bəs bura niyə gəlmisən? Səndən üzr istəməyə gəlmişəm. Ne için? Dünən o gün bəlkə əsəbləşdim, incitdim səni. Bugün şənbə, sabah bazar, əgər iş günü olsaydı gəlib iş yerində üzr istəyəcəkdim. Səhərə kimi yata bilməmişəm. Bağışla məni Gülnar. Bağışla. Sen beni bağışla. İstediğin kimi olabilmirəm. Bacarmıram yəqin. Yox. Sən elə əsl mən istəyən kimisən. Evdə kim var? Kim olmalıdır ki? Bəs Mən həmişə təkcə sənlə olmuşam. Bir yerdə yazıb pozmuşuq. Deyib gülmüşük. Çətinə düşəndə də səni köməyə çağırmışam. Bəs sən ərək Endorfinə. Yox. Yaşaya bilməzdim onunla. Gülnar, Xoşbaxt ol. axı sən niyə belə etdin Gülnar? İndi isə get. Bu evdə bir elçin var. O da 5 il bundan əvvəlki elçin. Həm də yaman qısqancdır o. Sən beləysənmiş Gülnar. Mən səni tanımamışam. Tanımamışam.
düşen gardımın dumanla habersiz, çemden habersiz, sinemin yöneden intizarımın gardımdan habersiz, menden habersiz, kırdım öz ahdimi men bira hakkın var yanımdan hiç gülen gülen erin oduna koy gile gile sen sevmişem senden habersiz seni sevmişim senden habersiz. Seni sevmişim senden habersiz. Görmenim kısmetim neler nelermiş uzak saydığında yakın gelermiş sen deme dağlara gelelermiş dumandan habersiz çelle habersiz kırdım öz ahdimi men bile hakkın var yanımdan hiç gülen